Sabahınız xeyir olsun değerli müşterilerim, xoş gördük hər kəsi. Bugün sizləri Şuvalandan salamlayıram. Məqsədim sizə yolu göstərməkdir. Şuvalan Gülçülükdəyik hal-hazırda. Stop var, qatar yolu var. Oradan döndük sağ tərəfə, gəlirik 10 sotun içində sizlərə 400 kvadratlıq bu evi təqdim eləməyə gəlmişəm. Hal-hazırda giriş tərəfini görürsünüz. Maşın məni görəndə həyəcanlanır. Burada 5-6 maşın burada saxlaya bilərsiniz. Bir 3 maşın həyətdə bayırda saxlaya bilərsiniz. Burada kladovkası, sanitar qovşağı, sonra burada bir dənə də işıq sistemi yığıblar. Orada işığa aid olan avadanlıqları oraya yerləşdiriblər. Həyət 10 sotun içindədir. İlk öncə evə daxil olanda sizi belə bir yaşıllıq qarşılayır. Məncə möhtəşəmdir, almağa dəyər. Qiymətini sonda deyəcəm. Diqqətlə videoya baxın. 500 demirəm. 500 plusdur. Gəl, gəl. Gəl, gəl, gəl. Necə huzur var bu evdə. Çox qəşəngdir. Allah hər birimizə belə evdə yaşamağı nəsib eləsin. Gəl buradan başlayaq, besetkasını göstərək. Burada besetkası qəşəng bir manqalda yığılıb, yanında suyu isti döşəməlidir. Qış aylarında da rahatlıqla əyləşə bilərsiniz. Su ambarı var, 12 tonluq. Burada gördüyünüz kimi hovuzun ambarıdır. Avadanlıqları yığılıb. 10 metr uzunluğunda, 5 metr elində. Orada bir dənə hətta jakuzzisi də var. Daşma tipli hovuzu var. Keçək sizlərə 400 kvadratlıq, bax bu gözəl 6 dənə yataq otağı var evdə. Düzgün eşitdiniz. 6 yataq otaqlı bu evi sizlərə təqdim edeyim. Ya Allah. Bu arada bu ev gördüyünüz kimi kürsülüdür. 5 daş pilləkəndən qalxırıq. Əlavədə 5 də düz saydım. 1, 2, 3, 4. 4 daş. Plus da 3 daş da itib bu evdə. Tam monolit bir tikili təqdim edirəm sizlərə. Tam monolit. Girən kimi geniş bir hol bizi qarşılayır. Sağ tərəfə çönürük. Belə 52 kvadratlıq geniş bir zal bizi qarşılayır. Almağa dəyər evdə. Allah hər birinizə belə gözəl evlərdə yaşamağı nəsib eləsin. Amin, amin. Amin deyə inşallah. Mənim bir sözüm vardı. Amin deməyən dillər qurusun. Deyəcəm ona. Burada 20 kvadratlıq bir mətbəx. Hətta xaladelnikində yeri nəzərə alınır. Birinci mərtəbədə 2 dənə yataq otağı var. Bu hər evdə olmur. Burada ümumi sanitar qovşağı. Burada birinci yataq otağı. 19 kvadratlıq. Və burada da 25 kvadratlıq bir yataq otağı və özünün sanitar qovşağı. Adama nə lazımdır? Can sağlığı və yaxşı pul. Allah bizlərə nəsib eləsin, mənim izləyicilərimə nəsib eləsin, hamımıza. İkinci mərtəbəmizə like'larınızı əsirgəməyin, ən azından bir dənə like qoymamış keçməyin, zəhmətimizi dəyərləndirin. Həqiqətən də insan yorulur. Bir gün kimin ürəyi istəsə çəkilişə gətirə bilərəm, gəlsin, baxsın. Necə çəkirik? Burada birinci yataq otağı 25 kvadratlıq və özünün sanitar qovşağı. Bu nə qəşəngdir. Hər gün bu yaşıllığı görürsən. Əla. Əla. Sən mənim bayaq dualarımı saxladın. Niyə saxlayırsan? Dua eləyirdim. Mənim özdə dualarım tutur ha. Burada 30 kvadratlıq bir yataq otağı və özünün eyvanı da var buranın. Belə buradan pərdəni açıb göstərəcəm. Özünün eyvanı və özünün sanitar qovşağı. İkinci mərtəbədə radiatorlardan istifadə olunub. Evdə isti döşəmə yoxdur. Onu da qeyd edeyim sizlər üçün. Var. Həm isti döşəmədir, həm şeydir. Birinci mərtəbədə var isti döşəmə, heç. Burada 20 kvadratlıq bir yataq otağı, həyət tərəfə baxır. Qapıların hündürlüyü 2.20-dir. Burada
ümumi sanitar qovşağı və 20 kvadratlıq sonuncu 6-cı yataq otağı. Bəli, dəyərli müştərilərim, bu evdə 6 dənə yataq otağı var. Yoruldum ha, insan nə qədər danışır. Gəldik bir videomuzun daha sonuna. Ümidvaram ki, bəyəndiniz. Allah hər birimizə ruzu bərəkət versin, can sağlığı versin. Şərt hər zaman sarayda yaşamaq deyil, məncə şərt xoşbəxt olmaqdır. Allah hər birimizi xoşbəxt eləsin. 500, amin inşallah. 595 min manat bu evin start qiymətidir. 400 kvadratlı 10 sotdur. Şuvalan Gülçülükdədir. Özünüzdən müğayət olun. İnşallah görüşmək ümidi ilə hələlik.